bir sözü var, deyir, alimə hörmət edən adam elə bir ki, mənə hörmət edib. Hoş geldiniz, siz həmişə bizlərin yanında olasınız. Və Fəridə xanımdan mən uzun illərdir yaxınıq, dostluğumuz, tanışlığımız, yoldaşlığımız olub. Çünki mənim çox təbirlərində mən Fəridə xanımı həmişə yanımda görmüşəm. Fəridə xanımın yazarlığından, şairliyindən, deyərdim ki, ictimai fəaliyyətindən öncə onun ən gözəl keyfiyyətlərindən biri gözəl insan olmasıdır. İnsanpərvər ziyalı olmasıdır. Xanımın əsl ziyalı necədir olacaq sualına cavab verən bir xanımdır Fəridə xanım. Mən onda heç zaman kiməsə qarşı bir qısqanclıq, kimə qarşı bir həsəd, qibtə görmədim. Həmişə insanlara xeyir, dualı niyyətlərdə oldu. Həmişə insanları sevdi, dəyərləndirdi. Hamının uğruna özündən çox sevindi, öz uğrundan çox sevindi. Yəni Fəridə xanım, biz sizi belə tanıyırıq, gözəl insan kimi və gözəl yazar kimi. Sizin təqdim etdiyiniz bu kitab məni çox təsirləndirdi. Çünki Azərbaycanın yaxın tarixi bir daha hər birimizin gözü önündə canlandı. Və bizi bir amalla birləşdirir ki, mən də 94-cü ildə Ulu Öndərimiz ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun həyatını, həyat və fəaliyyətini yazmaq mənə də nəsib olmuşdu və özünün icazəsizlə həmən kitab çapa getmişdi. Və bunun nə qədər məsuliyyətli olması, nə qədər həyəcanlı olması, hər nöqtənin, virgülün, kəlmənin, heyecanın üstündə əsməsi nədirsə, mən onu gözəl başa düşürəm. Mən sizi təbrik edirəm bu gözəl əsərə görə. Mən sizi öpürəm, bağıma basıram. Böyük zəhmətdir, bu qədər həyəcanlar içində belə sənət nümunələri ərsəyə gətirmək insandan böyük cəsarət və mərdlik tələb edir, deyərdim ki, qəhrəmanlıq tələb edir. Uğurlarımız bol olsun. Və icazənizlə may ayıdır. Bu may ayında o qədər gözəl hadisələr var ki, bilmirəm hansına toxunum, hansından yan keçir. Qarşıda 9 may gəlir, qələbə günüdür. Alman faşizminə qarşı mübarizədə Azərbaycan xalqının da çox böyük rol olubdur. Böyük şairimiz Səməd Vurğunu qeyd eləmək istəyirəm, çünki onun yubileylərini hər dəfə deməli, Ulu Öndərimiz ilk dəfə də hakimiyyətdə olanda, ondan sonra da olanda, indi də İlham Əliyev cənablarının yubileyinin keçirilməsi Səməd Vurğunun həmişə vacib məsələlərdən biri olubdur. Və mən çox sevinirəm ki, bu ildə Səməd Vurğunun yubileyi 120 illik keçirilməsi haqqında bizim dövlət başçımızın bu barədə sərəncamı var. Təbii ki, may ayında biz Ulu Öndərin də doğum gününü qeyd edirik, yəni hər ildə. Sadəcə bu doğum günündən, yəni Ulu Öndərimiz həyatda olarkən o qədər şəfəq saçıb insanların taleyinə, Ulu Öndərimizin o şəfəqlərini mən paylaşmaq istəyirəm. Demək, 9 may günü, qələbə günü deyəndə mənim gözlərimin önünə bir daha Səməd Vurğun gəlir. Çünki o vaxtı Səməd Vurğun hələ gənclik illərini yaşayırdı və gözəl əsərlər yazırdı. Və antifaşizmə qarşı təbliğat məsələlərində Səməd Vurğunun çox böyük misilsiz xidmətləri olmuşdu. Onun çıxışları, onun şeirləri, onun kəlmələri, deyərdim ki, o vaxtda hətta ədəbiyyat qəzeti çap olunanda Mirvarid xanımın əsərlərindən, bütün şairlərimizin o qəhrəmanlıq ruhunda olan kəlmələrindən, misralarından, vətənpərvərlik ruhunda olan o şeirlərdən çox istifadə olunurdu və bunlardan biri də Səməd Vurğun idi. Səməd Vurğun müharibə vaxtında böyük işlər görmüşdü, cəbhələrə getmişdi, döyüşmüşdü, vuruşmuşdu, bir neçə Mazluqda olmuşdu, Qrozluda olmuşdu, o odun alovun içinə girmişdi və bu barədə də onun misilsiz əsərləri var, misilsiz şeirləri var və hətta cəbhə bölgələrindən ona yazılan məktublar, əsgərlərin ona yazdığı məktublar da indiyə qədər istəmirdim, açamamadan məqam gəlibdi, sirri açmalı olacam. 2 gündən sonra mənim də Səməd Vurğun haqqında böyük bir kitabım çapa gedir və orada çox maraqlı məsələlərə mən toxunmuşam. Bəzi nüansları var ki, onu hələ də xalqımız bilmir, onları açmağa cəhd göstərmişəm. Elə bilirəm ki, inşallah da çapdan sonra uğurlu olacaqdır, elə başa düşürəm. Çünki o qədər o məhəbbətlə yazmışam ki onu. Çünki bilmirəm nədəndir, mənim Azərbaycanın bütün şairləri bizim üçün əzizdir. Neçə səhifədir tərcümə edir? İndi sıx intervalla 175 səhifədir. Şimdi onu indi çapa bilmirəm də səhifələnəcək, 3-4 gündən sonra səhifələnəcək və adı da Böyük Arzular şairi. İnşallah orada elə məsələlər var ki, onları açmaq lazım idi, onlar açılır bir-bir.
Və təsəvvür edin ki, və onu demək istəyirdim, bizim bütün şairlərimiz bizə əzizdir. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, hamısı bizə əzizdir. Amma bilmirəm nə incə məqamdırsa, Səməd Vurğun, şairlərimiz içində ən çox sevdiyim Səməd Vurğun, qadınlardan da Mirvarid Dilbazidir ki, bu da ilahənin bir məqamına baxın ki, ikisi də eyni torpaqda doğulublar. Çox və maraqlı bir faktdır ki, mənim rəfiqələrimin, dostlarımın əksəriyyəti bilmirəm nə sirdir, bu da ilahənin ya bir xarakter uyğunluğudur, nədir? Qazaq Tovuz bölgələrindəndir. Qazaq. Hətta iş yoldaşlarımın da əksəriyyəti, hətta bir dəfə bizi bir neçə il bundan qabaq çox ədəbli, çox mərifətli, qanacaqlı bir kadr işə götürüldü. Hamı onun tərbiyəsindən danışırdı, hamı onun, biz maraqlandıq ki, bu belə bir hamı artıq qısa müddətdə bir sevgi qazandı. Maraqlanmaq kim dedilər ki, Altay Nizami müəllimin oğludur. Çox sağ olun ki, bizim kollektivə belə bir övlad, belə bir savadlı, ziyalı kadr təqdim eləmişsiniz. Biz onu çox Bunlar sevirik. olsa bana deyirsiniz. Yox, günahı yox. Biz sizə çox sağ olun. Tərbiyə işi belədir, buna həmişə məşğul olmaq lazımdır. Bəli, mən nümunə göstərdim də, yəni ki, siz hər tərəfli bir ziyalı, həm akademik kimi, alim kimi, şəxsiyyət kimi, ata kimi, Azərbaycanlı kimi, nətər deyim, Azərbaycan elminə böyük töhfələr vermiş, bütün bu xidmətlər bir yana. Mən çox üzr istəyirəm, bir yaxşı bir söz yana saldım, 2 dəqiqə deyil, demək, Mirvarid Dilbazi ilə Səməd Vurğun haqqıdır. Mən onu dəqiq bilmirəm, elə olub deyil, 15 iləcəm. Təzə 20-ci illərdə, 30-cu illərin əvvəllərində Mirvarid Dilbazi, güya Səməd Vurğun'da hər dəfə görüşürlər. Səməd Vurğun'a deyir ki, sən niyə mən almırsan? Səməd Vurğun'u yaman gülmək tutur, çox belə gülür. Deyir, ay bərbər qızı, sən bir normal adama git, sən də bir normal adama. Sən də mənim evlənməyimdən nə çıxacaq? Kasıb adamlar. Və bir haşiyə də toxunum ki, 9 may elə bir gündür ki, bilirsiniz ki, bizim ulu öndərimiz hər cəhətdən insanlara dost olubdur, hətta yüksəkləri də barışdırıbdır Nizami müəllim. Və Səməd Vurğunun da taleyi Rəsul Həmzətovla çox sıx bağlı olurlar, onlar yaxın dost olurlar. Səməd Vurğunun deməli, Moskvada təhsil alarkən Rəsul Həmzətov Səməd Vurğun ona çox köməklik göstəribdir. Hətta bir, deməli, Rəsul Həmzətovun atası da böyük şair olub Dağıstanda, Həmzət Sadasa. Və Həmzət Sadasa da Əziz Əliyev ilə Dağıstan Dövlət Partiya Komitəsinin birinci katibi təyin olunmuş, bizim ölkə başımızın babası. Onlar çox yaxın olublar, ailəyə yaxın olublar və Əziz Əliyev də Moskvaya, Gorki Ədəbiyyat İnstitutuna deməli, Rəsul Həmzətovu göndərib oxumağa. Hətta Rəsul o vaxtı deyir ki, şair olmaq üçün ali təhsil olmaq lazım deyil, bu istedaddır. Amma Əziz Əliyev təkid edir ki, yox, sən həm də təhsili olmalısan, ədəbiyyat elminin sirlərini bilməlisən, təkcə istedadla bilir. Və Səməd Vurğun da o vaxtı Moskvada çalışırdı, Rəsul Həmzətovla çox böyük qayğı ilə yanaşırdı. Günlərin birində onlar orada Moskva mehmanxanasında görüşürdülər, Azərbaycan şairlərindən. Nəbi Xəzri də o zaman orada təhsil alırdı. Onlar yığışırdılar, Səməd Vurğun gəlirdi, toplaşırdılar, dərdləşirdilər, şeir deyirdilər, şeirləri deyirdilər. Və bir gün Rəsul Həmzətov gəlir ki, bəs gəlmişəm sağollaşmağa, təsadüfən Səməd Vurğunla rastlaşırlar. Deyir ki, bəs Səməd müəllimə, gəldim sizlə də görüşməyə, bəs mən gedirəm. Yəni, mən ərizə yazmışam, institutdan çıxmışam, mən gedirəm və onu müqavisləşməyə. Səməd Vurğun dəhşətə gəlir, necə yəni çıxmışam? Kim sənə bu ixtiyarı verib? Atam bilir, deyir, xeyr, atam bilmir. Sən nə danışırsan, nə vaxt çıxmışsan, 3 gün bundan qabaq. Qayıt bu dəqiqə ərizəni geri götür. Sən oxumalısan, sən çalışmalısan. Deyir, axı mənim maddi cəhətdən imkanım yoxdur, mən çatdıra bilmirəm, atam kasıb adamdır. Deyir, o vaxtı Səməd Vurğun cibindən 3 dənə böyük eskinaz deyir, çıxartdı. Məbləği orada böyük məbləğdə olub. Pul verir ona ki, apar bu pulu, xərclə, təhsil al, oxu. Sən bu universiteti bitirməmiş vətəni və atanın yanına qayıtmayacaqsan. Və hətta Rəsul Həmzətov da o zamanlar müsahibələrin birində demişdi ki, məni Azərbaycan şair etdi.
Bu sözdə də böyük hikmət var. Sözümün canı nədir? Sözümün canı ki, onlar çox Səməd Vurğunla çox dost olurlar və bunun da bir tarixi var və illər keçəndən sonra bəzi siyasi məsələlərdə Rəsul Həmzətovun anlaşılmazlıq mı deyim, bəlkə də üst-üstə düşməyən fikirlər mi deyim, amma yenə də onun dərinliklərinə getmək lazım deyildi, mənə elə gəlir. Çünki Rəsul Həmzətovun özünün də xidmətləri az olmamışdı. Mən bunları yazmışam. O vaxtı, deməli, Sovet hakimiyyəti illərində bizim şair və yazıçılarımıza fəxri adlar verilərkən Moskvada komissiya var idi. Rəsul Həmzətov həmin komissiyanın üzvü idi. Və Azərbaycan tərəfinə də şairlərimizə fəxri adlar verilərkən Rəsul Həmzətov həmişə dəstək verir bizim şairlərimizə. Və bir Rəsul Həmzətovla Azərbaycan arasında, şairlər arasında bir küsülülük yaranmışdı. Hətta Haykü qalxdı ki, kitabları yandırılsın, kitabları oxunmasın, belə elə. Və xeyli müddət deyərdim ki, bu Azərbaycanla Dağıstan arasında, Rəsul Həmzətovla Azərbaycan şairləri arasında, xüsusilə də Nəbi Xəzrində bir uçurum yaranmışdı. İllər keçəndən sonra, Ulu Öndər hakimiyyətə qayıdandan sonra, deməli, 96-cı ildə Səməd Vurğunun 90 illik yubileyi keçilən zaman, deməli, Ulu Öndərimiz xüsusi göstəriş verir ki, Rəsul Həmzətov bu tədbirdə iştirak eləməlidir, bu yubileydə iştirak eləməlidir. Hidayət Orucu milli məsələlər üzrə dövlət müşavirini yanına çağırır və deyir ki, sən bu işlə məşğul ol, nə olursa olsun, biz dost olmuşuq, bizim böyük əlaqələrimiz var, mədəni əlaqələrimiz var. Olur da dost arasında da, ailədə də olur. Keçdi getdi, biz elə xırda şeyləri gərək böyütməyək. Və mən sizə deyim ki, Rəsul Həmzətovun Azərbaycana gəlməsi heç də asan olmur. Hidayət Orucu çox ciddi məşğul olur bu işlə, Dağıstanla əlaqələr saxlanılır, Yazıçılar İttifaqı ilə əlaqələr saxlanılır, onun ailə üzvlərindən. Artıq Rəsul Həmzətovun da sağlamlığının yerində olmur. O, Bakıya gəlməyə haradasa bəlkə də bir mənəvi cürət tapa bilmir. Xeyli müddət ona etiraz gəlir. Amma Ulu Öndər deyir ki, yox, nə olursa olsun, Səməd Vurğunun yubileyində bu adam iştirak eləməlidir və çox məsələlər olur. Yazıçı Anar, Yazıçılar İttifaqı məsələyə qarşı Azərbaycanın böyük ziyanlarının burada böyük zəhmət olur və Ulu Öndərin dəvətini Rəsul Həmzətov sevə-sevə qəbul edir, hörmətlə qəbul edir. Azərbaycana, deməli, Səməd Vurğunun yubileyində iştirak eləməyə dostu, qardaşı, əzizi, sirdaşı, arxası, dayağı olan Səməd Vurğunun yubileyində iştirak eləməyə, Bakıya gəlməyə razılıq verir və o gəlir ilk dəfə, o hər dəfə Bakıya gələndə onu da bilir ki, birinci Səməd Vurğunun məzarını ziyarət edir, iki şəxsiyyətin Əziz Əliyevin və Səməd Vurğunun və bu yubileydə də iştirak edir. Çox gözəl sözlər deyir, o çıxışlarda, deməli, o bütün o proseslərlə, yəni bu kitabda əksini tapır. Və nə demək istəyirəm? Nə demək istəyirəm ki, Səməd Vurğuna olan o sevgi, məhəbbət, bunu ümumiyyətlə Orta Asiya şair, o vaxtda Sovet dövrünün şairlərindən Orta Asiya, istər Rus şairlərinin Tixonovdur, Fadzeyevdir, Antokolskidir, yəni Yevtushenkodur, bunlar hamısı Səməd Vurğuna o qədər sevgi ilə yanaşırlar. Təkcə yenə də deyirəm, Orta Asiya şairlərindən də Səməd Vurğun bir etalon olurdu. Bir sevgi məhəbbətgahı olur. Özdə təkcə istedadına görə yox. Bilirsiniz, dünyanın gözü açıqdır. İnsanın bir istedadına görə yox, bir şəxsiyyət kimi də bu istedad sahibi özünü təsdiq eləməlidir. Özünün mənliyi ilə, cəsurluğu ilə, mübarizliyi ilə, bütövlüyü ilə, sözü bütövlüyü ilə, söz demək qabiliyyəti ilə. Yəni Səməd Vurğun hamısı da o vaxtda hələ dünyanın bir çox şairləri, o vaxtda Mansurluqdan şairləri, Çin şairləri, Çin deyəndə yazmaq var, Səməd Vurğunun neysə, Allah rəhmət eləsin, bu Çindəki məsələyə də toxunuram və inşallah kitab çap olmanda, təqdimatı olmanda sizlərə xəbər eləyəcəyik və hər birinizə mənə yadgар bir hədiyyə olacaq. Çox sağ olun. Yəni, Ulu Öndərin də biz ruhuna, hörmətlə yanaşırıq, sevgi ilə. Onlar deyiyorlar ki, cismən aramızda yoxdur. Onlar ruhən hər zaman bizimlədir, hər zaman xalqın təvəqqül məşər kimi yanırlar. Səməd Vurğun da hər zaman bizimlədir. Və deyim ki, o vaxtı hətta o Alman faşizminə qarşı mübarizə zamanı müharibədə elə əsgərlər, Azərbaycan əsgərləri olub ki, son nəfəsində qanı tökülə-tökülə gözlərini həyata yumanda
Səməd Vurğun Azərbaycan şeirini misraları ilə dünyadan köçüblər. Yəni el bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anan, doğma vətənimsən. Neyse, orada nöqtə qoyuram, davamını istəmirəm demək. Çünki desən qədər bütün şeiri deyəm. Yəni Səməd Vurğun Azərbaycanın poetik coğrafiyası olub, mənəvi coğrafiyası olubdur. Ulu öndər də. Biz, Fərdə xanım, mən sizə bir daha dönə-dönə təşəkkür edirəm ki, bu gözəl əsərlə siz nə qədər hadisələri yad eləməyə imkan yaratdınız. Bir daha yazın. Qələminiz bundan da həmişə iti olsun, uğurlu olsun. Hamınıza can sağlığı arzu edirəm. Həyatda olan ziyalılarımıza siz başda olmaqla Allah ömrü versin, hər şey başımızın üstündə olsun. Sevinirik ki, sizin kimi Azərbaycan övladları var. Haqq dünyasında olan bütün xadimlərimizə, elm, mədəniyyət xadimlərinə də Allah rəhmət eləsin deyirəm. Çox sağ olun, təşəkkür edirəm.